saxlayaq mı, saxlamayaq mı? Burada bizə dedilər ki, Şəmkir də var mənimlər, onlarla məsləhətləşin. O qədər TikTokda səhifələrimiz qabağımıza çıxır ki, necəlik bilməcə qərar verir. Birinci yazdı, sonra hamısı bir ay gözlədik ki, yəni çox ümitsizlik həqiqətən ki, alınmaz, nə bilim belə. Gecə saat artıq bulaqdıq ki, yox, bizi qeydət yazın, artıq net dəqiq qərarımızı biz Rəvan müəllimlə işləmək istəyirik. İnşallah Allahın izni ilə nə lazım olur dərhal yazın. İndi digər köməkçilərin nömrələri də təqdim olunacaq sizə yanvar ayından etibarən. Hamısını ayıraraq da əlaqə saxlayıb, yəni daha tez qəbula düşmə imkanlarınızı təmin edəcəyik də. Bir onsuz da siz Şəmkir'dəsinizsə, qəbulların birinə heç olmasa Bakıya qonağımız olarsınız Allahın izni ilə. İnşallah. Sərbəstlikdə lazım. Bəlkə də hər tərəfli, hər iki tərəf üçün xeyirli, faydalı olmaq diləyi ilə inşallah. Həqiqətən, çünki çox böyük ümidlə o axşam qərar verir.